Heç bir şey Allaha bəndəlik eləməkdə ailə qədər təsirli deyil. Heç bir şey ailə qədər insan Allaha yaxınlaşdırmır. Bu zehniyyətdə olaq ailə haqqında. Ailədə hədəf Allaha yaxınlaşmaq olsa, ailə daxilində xoş rəftar var, bir-birinə can deyib can eşitmək, hə? Bu xoş rəftar qədər küçədə bayırda onun bunun üzünə gülməyin sən Allaha yaxınlaşdıra bilməz. Ailənin daxilində olan o xoş əxlaq qədər. İbadətin əsası ailəyə xidmətdir, sonra cəmiyyətə. Bəziləri var ya, çıxır ona buna xidmət edir. Deyir, nə qulluğum, gedək çörək yeyək, gedək ona gülür, buna gülür. Elə bilir, böyük bir xidmət göstərir. Əgər bunun ailədə münasibəti bərbadsa, bu gülüşlər hamısı hoqqabazlıqdır. Hamısı boş-boş hilədir, Allahı aldada bilməyəcək.